Səlis danışmaq üçün üçüncü tövsiyəm. Ağız tənbəlliyindən qurtulun. Səs xam formada istehsal olunub ağız boşluğuna atılır. Artıq burada tam formalaşma dildən, dilin dişlərə, damağa toxunmasından, dodaqların hərəkətindən və çənədən asılıdır. Bəzi adamların danışdığını başa düşmürük. Hər səsin özünün çıxış yeri var. Mütləq bu ağız aparatı işləməlidir ki, biz sözləri aydın, qüsursuz tələffüz eləyək. Səlis danışmaq üçün dördüncü tövsiyəm. Mütləq söz ehtiyatını artırın. Əks halda parazit sözlərdən, parazit səslərdən istifadə etmək məcburiyyətində qalacaqsınız. Yəni, hansısa kəlməni tapmaqdan ötürü uzun-uzadı deyəcəksiniz ya da necə deyərlər. Belə deyək də, kimi sözlər güya ki köməyinizə gələcək, amma nitqinizin alaq otlarından başqa bir şey deyil. Söz ehtiyatını artırmaqdan ötürü hər gün kiçik mətnlər öyrənin. Onları öz-özünüzə danışın. Sizin üçün yeni olan ifadələri mütləq bir kənarda qeyd eləyin. Harda çox zaman keçirirsinizsə gözünüzün qarşısında olsun. Beləcə siz söz ehtiyatını artırmış olacaqsınız.